Yaxşı, 78-ci sualına davam edək uşaqlar. Dedik ki, 520-ni nə deyirik? 512 üstəcə 8-in bağlanmış kvadrat şəklində. Dedik 512 nə idi? 2 üstü 9, 2 üstü 9-un kvadratı 2 üstü 10 idi. Üzərinə gəldik. 2 üstü 9 vurulsun 2 üstü 3. 2 üstü 12 vurulsun 2, 2 üstü 13 və üzərinə gəldik. 2 üstü 3-ün kvadratı. 2 üstü 3-ün kvadratda nədir? 206. O da 64 dedi. Bir dəqiqə, 2 üstü, bir dəqiqə, uşaqlar, burada 2 üstü 9-un kvadratı 2 üstü 18 deyir. Mən burada 2 üstü nə 10 yazmışam. Hə. Yəni 2 üstü 9-un üstü 2 də, 2 üstü 18. Yaxşı. Bunu dedik ki, uşaqlar, bizdən tələb edir ki, bunu neynəyim? 16 say sistemində göstərin. 16 say sistemində göstərəndə nə edirik? 16-nın üstü şəklində göstərək bunları. Bax, məsələn, 2 üstü 18-i 16 üstü göstərməyimiz üçün nə edərik? 16-nın özü də 2 üstü, məsələn, 2 üstü 18-i göstəririk də tutaq ki. Burada diqqətli olun. 2 üstü 18. Aha. Biz bunu 16-nı 2 üstü 4 kimi yazarıq. Bax, bu bərabərdir. Tutaq ki, 2 üstü 4 üstü 18-i parçalasaq əgər də 2 üstü 4 üstü 4 deyərik. 2 üstü 4 üstü 4 deyərik. Bu bizə verər 2 üstü 16 vurulsun 2 üstü 2. Olar belə. Yəni 2 üstü 4 almağımız üçün 2 üstü 4-ü, yəni 16-nı əldə eləməyimiz üçün bunu yazırıq 2 üstü 4 üstü 4 vurulsun 2 üstü 2. Bu 2 üstü 18-dir. Bunu yazdıq. İndi kəsirik 2 üstü 13-ü yazaq. 2 üstü 13 bərabərdir. Bunu da yazarıq nə? 2 üstü 4 üstü 3 2 üstü 4 üstü 3. Bu bizə verir 12. Vurulsun. Nə? 2 üstü 1. Bunu da bu şəkildə yazdıq. Və nəhayət keçdik 2 üstü 6-ya. Keçdik nəyə? 2 üstü 6-ya. 2 üstü 6 bərabərdir 2 üstü 4 vurulsun nəyə? 2 üstü 2-yə. İndi, bax, burada nə edirik? Hər birin 2 üstü 4 şəklində göstərdiyi axı. 2 üstü 4 şəklində göstərməkdə məqsədimiz nə idi? 16-lıq say sisteminə çevirmək idi. İndi, baxın, uşaqlar, 2 üstü 4 üstü 4 vurulsun 2 üstü 2. Bu nə deməkdir? 4 vurulsun, nə? 16 üstü 4 üzərinə gəl. 2 üstü 13-ü də göstərmişdik. 2 üstü 4 üstü 3 kimi də. Vurulsun 2 üstü 1. Yəni 2 vurulsun 16 üstü 3. Üzərinə gəl. 2 üstü 6-nı da göstərmişdik. 2 üstü 4 vurulsun 2 üstü 2. Yəni 4 vurulsun nə? 16. 16 üstü 1 deyək də buna da. 16 üstü 1. İndi baxın. Bu hansı ədədin açıq yazılış formasıdır? Hansı ədədin
hansı 16-lıq ədədin açıq yazılış formasıdır? Baxın, 16 üstü 4 var, 16 üstü 3 var. Arada 16 üstü 2 yoxdur. 16 üstü 1 var. 16 üstü 0 yoxdur. İndi uşaqlar 4 ən böyükdürsə, 4-ün də qarşısında burada 4 varsa, deməli bu hansıdır? 4-dür. 16 üstü 3-ün qarşısında da 2 var. Növbəti 2-dir. 3-dən sonra 2 olmalıydı, yoxdur. Demək bu 0-a vurulub. 0'dır. 16 üstü 1'in qarşısında da 4 var. 4'ü yazırıq bura. Və bir də 0 olmalıydı. Yəni 16 üstü 0 olmalıydı. O da yoxdur. Demək ki, bu da 0'a vurulub. Burada 0 yazırıq. Hansı say sistemində? 16'lıq say sistemi. Bu, bütün say sistemlərində işləyir. Yəni bizim elə suallarımız olacaq ki, bunu 5-liyə tətbiq eləyəcəyik, 3-lüyə tətbiq eləyəcəyik. Yəni belə deyək də, ən əlverişli yolu bax bu şəkildə həll etməkdir bu sualı. Burada yazdıqlarımın hamısını qeydiyyatın aparın. Bu sualı dərsdən sonra dəfələrlə işləyin. Və bu tipli suallarımız onsuz da çox olacaq. Bu tipli sualları dəfələrlə işləyin ki, tam qavrayasınız. İndi burada buranla bağlı kimin nə problemi var, kim harda nəyi başa düşmədi, hansı gedişi başa düşmədi, desin bir də təzədən baxaq o hissəyə. Mənim 83-ə baxaq. Yaxşı, burada qeydiyyatımızı demək apardıq. Davam edək. Sən qədər kimin nə sualı var? 80 müəllim. 80-də problem nədir, Mədinə? Müəllim, onluğa gətirmişəm, hamısını hesaplamışam. Axırda da ikiliyə çevirmişəm, amma neysə səhv hesaplamışam. Niyə? Hesabla görüm nə hesab eləmişsən ki? Demə, birincində onluğa keçmişəm, eləyib 520 onluqda. Sonra ikincində ikilikdən keçmişəm 10 onluğa, 103 eləyibdə onluqda. Sonra 1,01 16-lıqdan keçmişəm onluğa, elə 1,01 eləyibdə onluqda, 101 eləyibdi. Onluq elə onluqdadır. Sonra onları hesaplamışam. 520 minus 103 minus 101 plus 10. O da eləyib 306. 306-nı da keçmişəm ikiliyə. Düzgən. 1.16 sən onu 101 eləmirəm. Nə Ragib? 101 yəni 101 16 sən onluğa keçəndə 257 edir. 101 elə. Mədinə 101 var ya burada. Bu 16-lıqdadır. Hə, bəli, mənim onu hesablamışam önce bildim. Buna diqqət eləyərsən. Buna diqqət eləyib hesablayarsan. Yaxşı. Sonra hansı idi? Yəni bu texniki səhv olduğuna görə bunun üstündə qalmırıq da. Özün bildin Mədinə. Ona görə. Bəli, bəli, başa düşdüm mən. Aha. 83 deyəsən Fazil demişdi. Ha. Oxu görüm sualı Fazil, nə deyir sənə? A, Z, D, B 8'li say sistemində verilmiş. A böyükdür C-dən, C böyükdür D-dən, D də böyükdür B-dən şərtini ödəyən 4 rəqəmli ədəddir. Məlumdur ki, A verilmiş say sistemindəki ən böyük rəqəmlidir. Say sistemindəki sadə rəqəmdir. C say sistemində 4-ə bərabərdir. B verilmiş say sistemindən kiçik rəqəmdir. Bu Fazil. ədədin 16-dır. Deyir ki, A verilmiş say sisteminin ən böyük rəqəmidir. Verilmiş say sistemi hansı say sistemidir? 8'lik, Demək o nədir? 7, A-nı bildin. B verilmiş say sisteminin sadə rəqəmidir. Nə ola bilər? Sadə. 5, Məsələn, 2 olar, 3 olar, 3 5 olar. olar. Amma 7 olmaz da, çünki bunlar bir-birindən fərqlidir.
C verilmiş say sistemində 4-ə bölüb. C-ni bilirik də, C 4-dür. İndi biraz bax daraldı. E, sadə bayaqdan sayırdıq, deyirdik. Məsələn, deyək ki, 5 olar, 7 ola bilməz, 5 olar. 5 ola bilməz artıq. Niyə ola bilmir? Çünki D nədirsə 4-dən kiçikdir. Ya 2-dir, ya 3-dür. B-də ən kiçik sadə rəqəmdirsə, B-də 2-dir, D-yə də 3 B2-dir, qalır. 1 ola bilməz. Bəli. B2-dir, 1 ola bilməz. D-yə də yalnız 3 qalmış. Bu da sənin variantında yəni. İndi bunu sənə nə deyir ki, bu 16 ədədin olsun. aha, indi bu ədəd burada ASDB var. Bax bu 4 rəqəmli ədəd üçün. Deməli 7 4 3 2. Çevir görüm. Çevir 16 say sisteminə çevir. Buraya yazdım. 7 4 3 2. Çevir görüm. 7, 4, 3, 2. 2-ni çevirəndə bir dənə 0, 0, 1, 0 qalır. 8-likdən neçəyə çevirirsən? Fazil. Yox, o ikiliyə çevirəndə idi. 16-lığa çevirəndə birinci onluğa çevirib sonra 16-lığa çevirərik. Yox. 8-likdən 16-lığa çevirəndə nə edirdik? Fazil. 2-nin qüvvətləri məsələsi var deyə. İkiliyə keçirsən də Fazil, ikiliyə. Fazil. 8-likdən ikiliyə. İkilikdən 16-lığa. De görüm indi. İndi bunu Fazil, ikiliyə elə çevirsən. baxırsan ki, elədir ki, birinci dəfə eşidirsən. Fazil 8-likdən 16-lığa keçəndə ikiliyə keçib ikilikdən 16-lığa keçmirdik. Aha da dedi. İndi 7-ni keçsək eləyir 4-lə 3, 1, 1, 0. Niyə? Niyə? 4 ilə 3 nədir? 8-likdən 2-liyə çevirəndə 4 2 1 Yox, 1, 1, yazmırdı. 1. 1 1 1. Niyə yadından çıxardırsan ki bunu? 1 1 1. Aha, bu 7-dir. 4 4-də 1, 0, 0. 1 0 0 3 0, 1, 1. 0 1 1 2 0, 1, 0. 0 1 0. Aha. İndi ikilikdən keçirsən nəyə? 16-lığa. Keç görüm. Bunda da 4, 4 ayırırıq. Aha, bəli, 4 4 ayırırıq. Ha, indi xoşuma gəldi. Aha. İndi nə edirik? De görüm. Üstündə 0, 2, 4, 8 yazsaq. Sağdakı eləyir 10. Diqqətli Ən ol. sağdakı. İkilikdən 16-lığa keçəndə 0, 2, 4, 8 yazmırdıq. xeyr. 2-ni 1, 2, 8-dən 16-dan kiçik 2-nin qüvvətləri hansılardır? Bunları qarışdırmamaq üçün uşaqlar bu şəkildə yadınızda saxlaya bilərsiniz. Məsələn, 16-lığa keçirsinizsə, 16-dan kiçik 2-nin qüvvətləri nədir? Fazildə görüm. 2-nin qüvvətləri 2 üstü 2, 2 üstü 3. Bir də 2 2 üstü üstü 1. 0, 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3. 8, Tamam. 4, 2, 1. İndi Bu eləyəcək. Bu da Fazil 8, 4, 2, 1 yazırsan bunların üstünə. 8, 4, 2, 1. İndi bu bizə nə verir? birinci eləyir 10, 10
Mən ən sağdan hesaplamışdım onu eləmişdi. Ən sağdakını. Elə də lap yaxşı da nə fərqi nədir? Aha 8 4 2 1. Aha. Birinci eləyir 8 plus 2 10. Yəni nə? 10 A deməkdir də. A, aha. İkincində bir dənə 0. Niyə 0? 1-ə 1. 1. Üçüncündə də 14, 15. 15-də F-dir. Bu şəkildə Fazil. Yadından çıxartma. Sən bunları eləyirdin. Axı da. Sonra Dəqiqə onu Müəlliməm də 79-da qaldı. Hı -hı. 79. Deməli, A-qara təsvirin ikilik say sisteminə kodlaşdırılması neçə ikilik rəqəmlə ifadə olunar? Neçə dənə dama var burada? Bir, Neçə dənə dama var Gülsüm? bir, 40 dənə. 40 dənə burada 0 və 1 var. Burada qara olmağı səni çaşdırmasın. Qara olmağı, bax, indi biz informasiyanın kodlaşdırılmasını keçəndə daha ətraflı biləsiniz. Qara və ağ veribsə damaları, bu o deməkdir ki, ya qara 0-dır, ağ 1-dir, ya da ağ 1-dir, qara 0-dır. Bunların fərqi yoxdur. Biz 0-ı da 1-i də ikilik rəqəm götürmürük. 0-ı da 1-i də ikilik rəqəm götürdüyümüz üçün ağ damaları da, qara damaları da elə ikilik rəqəm sayı götürürük. Ona görə burada sənin 40 dənə ikilik rəqəmin var. Ya 6-sı 0-dır, 34-ü 1-dir, ya da 6-sı 1-dir, 34-ü 0-dır. Bu şəkildə. Başqa? 87. 87-yə qədər. Zenitliyə qədər yoxumuzdur deyəsən. Verilmiş bərabərliyin ödənilməsi üçün x və x plus 2 əsaslarının ala biləcəyi qiymətləri müəyyən edin. Yəni deyək ki, hansı say sistemində ola bilər? 7-likdə ola bilməz. Onu çıxaq buradan. Bir variant qabağa düşdük. Digər halda nə edə bilərik? Bunu 10-luqda göstər görüm. Bunu sən 10-luqda göstərsən sənə nə verər? 3x plus 2 bərabərdir 20 yox 2x plus 4 nə verir? Elə bir ki 0 1 yazırsan da bura 0 1 yazırsan. Hə 2x plus 4 plus nə? 7x plus 14. Buradan x'i tap görün Fazil. X tap görüm sənə nə verir? X bərabərdir. Dəqiqə qoy yazım. 7x 3'te keçir. 6x bərabərdir. 2 orada. 2 manfi
16 eləyir. Mənfi. Nəyi səhv elədik? Mənfi nədir? 3x plus 2 bərabərdir. 2x. Bir Müəllim, orada dəqiqə. 7x isimli bölünmüyor. Ha. Bunlar hardan çıxdı da? Deməli, 2x plus 4 plus nə? 7. 7. Deyirəm bu nədir? İndi tap. Mənfi olmayacaq. Fazil. Səhv yazmışam buna görə. İndi tap görüm. X bərabərdir 9. Aha. 9'luq bir də hansı? 11'lik say sistemində. Bax. Yəni belə deyək də əsas bilmirik hansı say sistemindədir. Çeviririk 10'luq say sisteminə. Bax. Bu şəkildə. %94. 94'e qədər kimin nəyi var? 94. 94'tü müəllim, mən dedim. Uşaqlar 91'dir, 92'dir, 93'dür. Bax bunları fərdi şəkildə, sərbəst şəkildə eləsəniz əgər daha yaxşı qavrayasınız. İndi təbii ki, mən də köməklik eləyəcəyəm burada. Təzədən baxacağıq, təzədən müzakirə eləyəcəyik. Bilin ki, o bayaq baxdığımız o sual, o tip çox vacibdir. Onu mütləq bilmək lazımdır. Yəni, say sistemlərinin əsas məsələlərindən biridir. İndi vacə 94'də nə deyir bizə? Demək, onluq say sistemində verilmiş bu ədəd, bu ədəd onluq say sistemində verilir. Daha doğrusu ifadə. Ədəd ifadə. İkilik say sistemində yazılarsa 0 rəqəminin sayını müəyyən edin. Uşaqlar, 2'nin qüvvətləri şəklində göstərəkmi? Göstərək. 2'nin qüvvətləri olsun. Lap yaxşı. 16 üstü 8, 2 üstü 4 üstü, bax yazıram burada. 2 üstü 4 üstü nədir? 8'dir da. Yəni bu 2 üstü 32 deməkdir. Bu 2 üstü 32 deməkdir. Bu belə. 2 üstü 20 məlumdur. 2 üstü 20'yi də buradan yazdıq. 12'ni 2'nin qüvvətləri şəklində necə göstərərik biz? 12'ni məsələn deyərik ki 2 üstü 3. Aha, bəli. Üstə gələk nə? 2 üstü nə? 2 üstü 2. 2 üstü 2. Yəni ifadə təsəvvür eləyin ki budur. 2 üstü 32. Üstə gələk 2 üstü 20. Üstə gələk 2 üstü 3. Üstə gələk 2 üstü 2. Uşaqlar, bax, mən sizə bir şey deyim. Bunu ikilikdə göstərməyə ehtiyac yoxdur. Niyə? Çünki sizə sualda deyir ki, 0 rəqəmin sayını müəyyən edin. Yəni, bura qədər gəlməyə ehtiyac var. Buradan sonrasını getməyə ehtiyac yoxdur. Çünki sizdən buradan bəzən 0 rəqəmin soruşacaq, bəzən 1 rəqəmin soruşacaq, bəzən də deyəcək neçə rəqəmli ədəd alınar. 3 cür soruşa bilər sizdən sualı. Yadınızda qalsın. Ədəd neçə rəqəmlidirsə, orada olan 2 üstülər 1 deməkdir, olmayanlar da 0 deməkdir. Yəni, burada sənin neçə 2 üstün var? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Bu o deməkdir ki, sənin 4 dənə birin var. 4 dənə birin var, yerdə qalanları da 0'dır. İndi o deyəs ki, mənim 4 dənə 1 nə deməkdir? Bu hardan çıxır? Yadınızdadırsa, mən məsələn sizə deyirdim ki, uşaqlar, məsələn, 32 2'nin qüvvətidir. 32'ni biz necə yazırıq? 1 yazırıq, qüvvət qədər 0 yazırıq. Yəni, məsələn, 32 nədir? 2 üstü 5 deməkdir. 1 yazırdıq, yanında 5 0 yazırdıq. Bu, bilirsiniz də, bunu sizə izah eləyəndə demişdim hətta. Və yaxud da 12'ni götürək. 12'ni biz 2'nin qüvvətlərinin şəklində göstərəndə dedik ki, 2 üstü 3, üstədə 2 üstü 2. İndi, bu nə deməkdir? Bax, tutaq ki, 12'ni
Tutaq ki 12 ədədin ikilik say sistemində göstəririk. 12-yi 2-nin qüvvətləri içərisində yazırıq. 2 üstü 3 üstəlik 2 üstü 2 kimi deyirik. Və deyirdik ki, ən böyükdən sıfıra doğru düzürük. Bax, 3, 2, 1, 0. Sıfıra doğru düzürük. Burada. Hansılar iştirak eləyirsə altına 1 yazırıq. Hansılar iştirak eləmirsə altına 0 yazırıq. Aha, yəni 1, 1, 0, 0. İkilik say sistemində. Bu nə deməkdir? Bu deməkdir ki, 12 ədədi ikilik say sistemində 1, 1, 0, 0-a bərabərdir. İndi həmçinin mən burada 12-ni nümunə olaraq göstərdim sizə. İndi daha böyük ədədlərdə təsəvvür 2 üstü 32, buradan yazıram, 2 üstü 32, deməli, 2 üstü 32, üstə gələk, 2 üstü 20, üstə gələk, sonra hansı idi? 2 üstü 3, üstə gələk 2 üstü 2. İndi, uşaqlar, bu nə deməkdir? Bir yanında 32 dənə 0, üstə gələk bir yanında 20 dənə 0, üstə gələk bir yanında 3 dənə 0, üstə gələk bir yanında 2 dənə 0. Bunların içərisində ən böyük bir yanında 32 dənə 0 olduğuna görə, bu demək 33 rəqəmlidir da bu ədəd. Fikrim çatdı sizə. Bu ədəd, bu ifadə hesablananda bunun qiyməti olacaq 33 rəqəmli ədəd. 33 rəqəmli ədəddən 1, 2, 3, 4 dənəsində 1 var. Ona görə də 33-dən 4-ü 1-dir, digərləri nədir? 0-dır. Ümumi olaraq desək nə elədik? İkilik say sistemində deyil yazılarsa, sonra baxırıq bizdən nədə yazılarsa. 8-likdə də soruşa bilər, 16-lıqda da soruşa bilər, 32-likdə də soruşa bilər. Adətən 2-lik, 4-lük, 8-lik 16-lıqda soruşur. Ən çox vaxtı da 16-lıqda soruşur. Ən çox vaxtı 16-lıqda soruşur. Bizdən nədə soruşursa ona gətiririk. 16 üstü 8-i 2 üstü 32 dedik. 2 üstü 20 o heç. 12-ni də dedik nə? 2 üstü 3 üstədə 2 üstü 2. Bu ifadədə, bu toplamada ən böyüyü götürürük 2 üstü 32-ni. Bilirik ki, 2 üstü 32 nə deməkdir? 1 yanında 32 0 deməkdir. Necə ki, 8 nə deməkdir? 1 yanında 3 0 deməkdir. 16 nə deməkdir uşaqlar? 1 yanında 4 0 deməkdir. 2 üstü 32 də niyə 16 1 yanında 4 0 deməkdir? Çünki 16 2 üstü 4 deməkdir. İndi burada 2 üstü 32-də 1 yanında 32 dənə 0 deməkdir. Bu o deməkdir ki, ədəd 33 rəqəmlidir. 1 yanında 32 dənə 0. Bu ədəd 33 rəqəmlidir və eyni zamanda deyirik ki, neçə dənə 2 üstü varsa ifadədə o qədər 1 var. 33-dən 4-ü 1-dir, yerdə qalanı 0-dır. Bu şəkildə. Başqa harada problemimiz olub? Başqa. Məndə qutardı. Məndə də. 97. Almalı. Məndə də. Hı-hı. A, O, U hərflərindən ibarət bütün 5 hərfli sözlər əlifba sırası ilə düzülmüşdür. Sıranın əvvəli aşağıda göstərilən kimidir. Aha. O hərfi ilə başlayan ilk sözün sıra nömrəsini müəyyən edin. 3 dənə fərqli hərfdən istifadə eləyir və 5 rəqəmli, 5 hərfli sözlər düzəldir. Başlanğıc olaraq A ilə başlayır. Buna
belə baxaq da, 3 dənə fərqli simvol varsa, hansı say sistemində 3 dənə fərqli simvol var? Üçlük. Üçlük say sistemində. Buna üçlük cəhətdən baxsaq, tutaq təsəvvür edək ki, bu üçlük say sistemindədir. Üçlük say sistemindədir və sıra ilə başlayır. Sıra ilə başlayırsa, sıra ilə gedirsə, tutaq ki, A-dan başlayırsa, A-nı 0 qəbul eləsən, A-nı 0 qəbul eləsən, bundan sonra A tamam olandan sonra fikir verirsinizsə, birinci A, sonra A, O gəlir. Onda birinci O olsun, O'dan sonra da U gəldiyi üçün ikinci U olsun. Bunu mən buradakı düzülüşə görə demirəm, uşaqlar. A, O, U düzülüşünə görə demirəm. Mən burada sıraya görə deyirəm. Bax, A bu şəkildə başlayır. A tamam olandan sonra keçir O-ya. Fikir verirsiniz, ikinci. Ondan sonra keçir U-ya. Buradakı düzülüşə görə deyirəm. Yəni, bunu dəqiq bilmirəm mən. Buradakı düzülüş mənə dedi ki, sıra budur. 0, 1, 2 bu şəkildə. İndi sənə deyir ki, O hərfi ilə başlayan ilk sözün sıra nömrəsini müəyyən edin. O 1-dədir. Bu arada bu 5 hərfdən ibarətdir. Bu 5 hərfdən ibarətdir. Demək, O ilə başlayan, yəni 1 ilə başlasın. 1 ilə başlasın. Və ilk söz. İlk söz 1 ilə başlayan, deyək ki, O ilə başlayan ilk nə ola bilər? 5 hərfli. Bu olacaq da O, 2, 4, 5. O. Bu da nə deməkdir? Bu da 1, 1, 1, 1, 1 deməkdir. Hansı say sistemində? Üçlük say sistemində. İndi bunu biz üçlük say sistemindən gəlin çevirək onluq say sisteminə. Üstün indeksləsək 0, 1, 2, 3, 4. Bu bizə nə verir uşaqlar? Bunu çevirin. Bax bunu üçlük say sistemindən çeviririk nəyə? Onluğu. Bir dəqiqə uşaqlar, bir 121 dəqiqə. idi. Bir dəqiqə uşaqlar, burada bir dənə xətamız oldu bizim. Bir dəqiqə, buradan geri qaydaq. Bax, deyir ki, bir dəqiqə, O ilə başlayan ilk sözün, O ilə başlayan o deməkdir ki, O olsun, ardınca da A olsun. Bax, O, A, O ilə başlayan ilk söz bu olacaq. Bu nə deməkdir? Yəni 1, 0, 0, 0, 0. Bu olacaq. O ilə başlayan ilk söz bu olacaq. O 5 dənə O yox. Mən orada yüngülvarı O da səhv 3 etdim. üstü 4 dedik. Bir dəqiqə bu mən düzəldim. Orada bir 81 texniki səhv elədim. 81 Aha. dedik. İndi 3, ilk sözümüz budur. Hansı say sistemində? Üçlük say sistemində. Bu da bizə verir nə? 81. 81. Onluq say sistemində. İndi uşaqlar bir dənə məsələ var da. Bax 5 dənə A var burada. A. Bunun sıra nömrəsi 0-dırsa, bu bir addım geridən başlayır da. Bunun sıra nömrəsi 0-dırsa, yəni 0-dan başlayırsa, 0-dan başlayaraq 0-0-0 gedirsə, 81-cinin sıra nömrəsi nə olacaq? Yəni bir addım geridən gəlirsə. 80. 82. Yox. Ədədin, bax, sıra nömrəsi geridən gəlir. Sıra nömrə Onda geridən gəlir. 82. 82. Ədədin özü, baxın uşaqlar, 81-dir. Bunun sıra nömrəsi nə olacaq? Bir addım geridirsə 80 da. 80 olacaq. 80. Bəli. Bax, bu şəkildə. Mən bölün 8-ləri yazamıram. 80.
Cavab C bəndi daxil. Cavab C bandıdır. O hərflə başlayan ilk sözün sıra nömrəsi. Sözümüz budur. Bu buradan 81 aldıq. Hə, doğru, düzdür da. Bax bu söz sıfırdırsa, bir dəqiqə, bu söz 1 deyib. Kimdədir ki sıfırdır? Bu 1-də axı. Hə, bu 1-dir. Yəni 0 0 0 var. Uşaqlar bu a nə deməkdir? Bax 0 0 0 0 0. 0 0-ın nömrəsi 1-dirsə, 81-in nömrəsi 82 olacaqdır. 81 nömrəli sözün sıra nömrəsi, yəni 81-ə düşən sözün sıra nömrəsi 82 olacaq. Çünki burada a 0 yəni 0 0 0 0 1-dən başlayır. Bəli, tərs prosesdir. 82 olacaq. Bu şəkildə. Yaxşı, bunu da ümumiləşdirsək, nə edirik? Müxtəlif simvolların sayına baxırıq. Neçə dənədir? 1, 2, 3 dənədir. Demək, bu üçlük, burada söhbət üçlük say sistemindən gedir. Üçlük say sistemindən gedirsə, bir də sırasına baxırıq. Baxırıq ki, birinci A ilə başlayıb. Demək, sən 0 mövqeyində duran A-dır. Ondan sonra ikincini araşdırırıq. Baxırıq ki, A tamam olandan sonra keçib O-ya. Onda sənin bir nömrəndə O-dur, digəri də ikincində nədir? U-dur. Və nəhayət səndən nəyi soruşur? Ona baxırsan, O hərfi ilə başlayan ilk söz. O hərfi ilə başlayan O deməkdir ki, O ilə olsun, yəni 1 ilə başlasın, ardınca sıfırlar gəlsin. Ondan sonra deyək ki, burada olacaq 1, burada olacaq 1, tamamlaya gələcək. Bu şəkildə düzdün, onluq say sisteminə çevirdin və baxsan görsən səndən nəyi soruşur? Deyək ki, O hərfi ilə başlayan ilk sözün sıra nömrəsi. 0, 0, 0, belə deyək də O. A ilə başlayan nömrəsi 1-dirsə, A-ın özün mövqeyi də 0-dırsa, demək, O ilə başlayan onluq say sistemində qarşılığı 81-dirsə, bu da olacaq nömrəsi nə? 82. Sıra nömrəsi olacaq 82. Bu şəkildə. Evana verişməli. Bunlara aid nümunələriniz çox olacaq. Qurtardı məndən.